Bugün çox dadlı və hamının sevimlisi olan kişmişli bulka bişirirəm. Bu da ərzaqlar. 3 yumurta, yumurtanın ikisi xəmirə, biri üstünü, xəmirin üstünü yumurtalamaq üçün istifadə olunacaq. Yarım litr süd, 1 stəkan şəkər tozu, quru maya, 1 xörək qaşığı istifadə olunacaq, 1 çay qaşığı duz, 1 kiloqram un, 100 qram kərə yağı, 250 qram kişmiş. Şəkər tozunu südə əlavə edirik. Süd ilıq olmalıdır. Bura mayanı əlavə edirik. Qarışdırıb kənarda saxlayırıq. Yumurtaları sındırıb çalırıq. Və artıq südümüz hazırdır, mayalı bir yerdə. Onu yumurta ilə bir yerdə qarışdırırıq. Duzumuzu əlavə edirik. Kərə yağını əridirik. Bu zaman südə un əlavə edirik və xəmiri yoğurmağa başlayırıq. Yağ artıq əriyib, isti olmamaq şərti ilə onu xəmirə əlavə edib qarışdırırıq. Xəmir ələ yapışmamalıdır. Yulmuş və əvvəlcədən qurudulmuş kişmişləri xəmirə əlavə edirəm. Beləcə xəmirimiz hazırdır. Xəmiri üstünü bağlayıb 1 saat isti yerdə saxlayıram. 1 saat keçdikdən sonra xəmir şişir. Kündələr hazırlayıb qırağa qoyuram və 1 saat ərzində gözləyirəm. 1 saatdan sonra kündələr şişir. Onları yumurtalamaq lazımdır və sobada bişirmək lazımdır. 190 dərəcədə 25 dəqiqə ərzində bulkalar bişməlidir. Nuş olsun.